Salam, bugün sizden gelen materyalları Cal Newport'un Derin İş kitabından çıkarışları bir araya getirmişik. Hə, bu mövzu deyəsən çoxlarına maraqlıdır. Çox aktualdır açığı, elə bizim özümüz üçün də. Çünkü hamımız eyni reallığı yaşıyoruz, öyle değil mi? Bəli, bildirişlər, e-poçtlar, sosial media. Dəqiq. Sanki dikkatimizi uğurlamak için bir yarış gedir. Bak bu haosun ortasında Newport'un fikri çok celbedici gelir. Hansı fikir? Deyir ki, bütün bu sesküyü kenara koyup, tam fokuslanma bacarığı, yani o derin iş, bugünün esil süper gücüdür. Bax, o super güc sözü heç də təsadüfi deyil. Gəlin əvvəlcə terminləri bir aydınlaşdıraq ki, hamımız eyni şeyi başa düşək. Buyurun. Newport iki anlayışı qarşı-qarşıya qoyur. Birincisi, dərin iş. Bu, yəni beyninizi həqiqətən işləməyə məcbur edən. Bütün dikkatinizi bir yere toplayıp. Bəli, toplayıb ortaya yeni və dəyərli bir şey çıxardığınız fəaliyyətlərdir. Elə işlər ki, başqası onu asanlıqla təkrarlaya bilməz. Məsələn, yeni bir strateji hazırlamaq kimi. Əla nümunə və ya mürəkkəb bir proqram kodu yazmaq, vacib bir hesabatı tərtib etmək. Və bunun tam əksi də yəqin ki, hamımızın gününün böyük hissəsini alan o xırda para işlərdir. Dəqiq. O, buna səthi iş adlandırır. Bunlar çox da dərin düşüncə tələb etməyən, adətən diqqətimiz dağınıq halda gördüyümüz işlərdir. E-poçtalara cavab vermək, görüşlər təyin etmək. Bəli, status hesabatlarını doldurmaq. Bu işlər vacibdir, amma nadir hallarda əsl dəyər yaradır. Problem də ondadır ki, müasir ofis mühiti bizi getdikcə daha çox səthi işə sürükləyir. Bu ideyanı daha yaxşı anlamaq üçün materialdakı bir hekayə məni çox cəlb etdi. 1922-ci il psikiatr Carl Jung. Hə, Bollingen gülləsi hekayəsi. Çox güclüdür. O, peşəkar həyatında bir böhran yaşayır, nəhəng bir figur olan Freud'un kölgəsindən çıxmağa çalışır. Və bu vəziyyətdə nə edir? Gedir İsveçrədə bir göl kənarında öz əlləri ilə daşdan bir qala tikməyə başlayır. İlk baxışdan bu reallıqdan qaçış kimi görünə bilər. Elə deyilmi? Bəli, sanki hər şeyi atıb gedir. Amma Jung üçün bu tam əksidir. O, bu qalanı məhz dərin düşüncələrə dala biləcəyi bir yer, səsküydən uzaq bir sığınacaq kimi inşa etmişdi. Onun ən fundamental ideyaları da məhz orada formalaşdı. Tamamilə. Jung instinktiv olaraq başa düşürdü ki, böyük ideyalar gəlin bir beyin fırtınası edək tipli görüşlərdə yaranmır. Onlar uzun müddətli, fasiləsiz konsentrasiya tələb edir. Və bu da bizi kitabın əsas iddiasına, dərin iş hipotezinə gətirib çıxarır. Bəli, hipotez belə səslənir. Dərin iş görmə bacarığı iqtisadiyyatımızda getdikcə daha nadir tapılır və eyni zamanda getdikcə daha dəyərli olur. Və nəticədə bu bacarığı inkişaf etdirib öz iş həyatının mərkəzinə qoyan az saylı insanlar uğur qazanacaq. Yaxşı, gəlin bunu biraz açaq. Niyə bu bacarıq həm nadirləşir, həm də dəyərlənir? Dəyərlənməsinin səbəbini anlamaq üçün MIT iqtisadçıları Brian Coulson və McAfee'nin təhliyinə baxmaq olar. Onlar nə deyir? Deyirlər ki, rəqəmsal iqtisadiyyatda 3 qrup insan xüsusilə uğurlu olacaq. Birincisi, yüksək bacarıqlı işçilər. Yəni, ağıllı və mürəkkəb maşınlarla yaradıcı şəkildə işləyə bilənlər. Bəli. Məsələn, məlumat analitiki Nate Silver. O, mürəkkəb alətlərdən istifadə edərək siyasi seçkiləri heyrətamiz dəqiqliklə proqnozlaşdırır. Maşınlarla rəqabət aparmır, onlarla əməkdaşlıq edir. Aydındır. İkinci qrup isə super ulduzlardır. Bəli. Texnologiya sayəsində coğrafi sərhədlər aradan qalxır və bir sahədə həqiqətən ən yaxşı olan insan bütün dünyaya xidmət göstərə bilir. Məsələn, David Heinemeier Hansen kimi, tam olaraq, Ruby on Rails çərçivəsini yaradıb və onun işinin təsiri qlobaldır. Və üçüncü qrupda yəqin ki, sahibkarlardır. Təbii ki, bu yeni texnologiyalara investisiya edəcək kapitalı olanlar, amma əksəriyyətimiz üçün əsas hədəf ilk iki qrupdan birinə daxil olmaqdır. Və bax, burada məsələ dərin işə bağlanır. Necə? Yəni, həm Nate Silver, həm də Hansen olmaq üçün nə lazımdır? İki təməl bacarıq. Birincisi, çətin şeyləri çox tez öyrənmək. Texnologiya sürətlə dəyişir, ayaqlaşmaq lazımdır. Dəqiq. İkincisi isə elit səviyyədə məhsul ortaya qoymaq. Həm keyfiyyət, həm də sürət baxımından. Sadəcə yaxşı iş görmək kifayət deyil. Və deyəsən, hər iki bacarığın da kökündə dərin iş dayanır? Bəli, amma burada bir nüans var. Çoxları sürətli öyrənməyi sadəcə çoxlu material oxumaq kimi başa düşür,
amma söhbət məqsədyönlü məşqdən gedir. Bunun elmi tərəfi də var, eləmi? Var və həqiqətən maraqlıdır. Hər hansı bir bacarığı mənimsəmək üçün diqqəti tam və fasiləsiz şəkildə həmin bacarığı yönəltmək lazımdır. Bunu edəndə beyindəki müvafiq neyron dövrələrini təkrar-təkrar atəşləyirsiniz. Bu da miyelinasiya deyilən bir prosesi tətikləyir. Bəli, miyelinasiya. Bu biraz texniki səslənə bilər. Gəlin sadələşdirək. Baxın, miyelin neyronları örtən bir növ izolyasiya təbəqəsidir, elektrik naqillərinin rezin örtüyü kimi. Bir dövrəni nə qədər çox və fasiləsiz istifadə etsəniz, bu örtük o qədər qalınlaşır. Qalın örtükdə siqnalların daha sürətli getməsi deməkdir. Yəni, bacarıq fiziki olaraq beynimizdə möhkəmlənir. Tam olaraq. Əksinə, diqqətiniz dağınıq olanda, məsələn, bir yandan məqalə oxuyub, bir yandan telefona baxanda heç bir dövrə kifayət qədər atəşlənmir və miyelinasiya baş vermir. Sadəcə vaxt itirirsiniz. Deməli, dərin iş sadəcə bir his deyil, beynimizdə baş verən bioloji bir prosesdir. Bu, öyrənmə tərəfi. Bəs ikinci bacarıq, elit səviyyədə məhsuldarlıq. Bax, bununla bağlı o formula çox güclüdür. Hansı? Yüksək keyfiyyətli iş bərabərdir sərf olunan vaxt, fokusun intensivliyi. Bəli. Və əksər insanlar məhsuldarlığı artırmaq üçün birinci hissəyə, yəni sərf olunan vaxta fokuslanır. Daha çox işləmək, daha gec yatmaq. Amma Newport deyir ki, əsl potensial ikinci hissədədir, fokusun intensivliyində. Dəqiq. Və materialdakı adam Qrant hekayəsi bunu mükəmməl izah edir. Wharton Biznes Məktəbinin ən gənc professoru. Onun məhsuldarlığı dillərdə əzbərdir. Sirri nədədir? O, başqalarından daha çox işləmir. Əksinə, işini qruplaşdırır. Məsələn, bütün dərslərini payız semestrinə cəmləyir. O vaxt tələbələr üçün tamamilə açıqdır. Görüşür, dərsləyir. Bəli. Amma yaz semestri gələndə o tamamilə yoxa çıxır. Bütün diqqətini yalnız tədqiqata yönəldir. Və hətta bəzən özünü otağında tamamilə təcrid edir, bir neçə gün yalnız bir məqalə üzərində işləyir. O, fokusun intensivliyini maksimuma çatdırır. Bununla da bir neçə günlük dərin işlə, bəlkə də bir aylıq səthi işdən daha çox nəticə əldə edir. Bunun elmi izahı nədir? Niyə bu qədər effektivdir? Bunun elmi izahı diqqət qalığı, yəni attention residue adlanan bir fenomendir. Diqqət qalığı maraqlıdır. Araşdırmalar göstərir ki, siz bir tapşırıqdan digərinə keçəndə, xüsusilə də əvvəlki işi yarımçıq qoyanda, diqqətinizin bir hissəsi hələ də o yarımçıq işdə qalır. Yəni, vacib bir təqdimat üzərində işləyərkən, cəmi 30 saniyəliyini e-poçtuma baxıb qayıtsam, Bəli, qayıtsanız belə, beyninizin bir hissəsi hələ də o e-poçta düşünür. Bu qalıq sizin təqdimat üzərindəki performansınızı ciddi şəkildə aşağı salır. deməli, sadəcə e-poçta bir göz atmaq belə, beynimizin bir növ ramında yer tutur və əsas işimizin keyfiyyətini aşağı salır. Dəhşətdir. Grantın metodu isə məhz bu diqqət qalığını sıfıra endirməyə xidmət edir. Bu, adam Grant kimi tədqiqatçılar üçün mükəmməl səslənir. Amma dərhal ağlıma Jack Dorsey kimi CEO-lar gəlir. O, eyni anda iki nəhəng şirkəti idarə edirdi. Twitter və Square. Bəli, onun gününün bu cür uzun, dərin fokus bloklarından ibarət olduğunu təsəvvür etmək çətindir. Bu nəzəriyyə belə bir reallıqla necə uzlaşır? Bu çox yerində bir sualdır və kitabda da bu məsələyə toxunulur. Cavab budur ki, Dorsey kimi yüksək səviyyəli rəhbərlərin işi fərqlidir. Necə yəni fərqlidir? Onlar bir növ canlı qərar mühərriki kimidirlər. Onların əsas dəyəri dərin bir analiz aparmaq deyil. Əksinə, yüzlərlə fərqli mövzuda daxil olan məlumatı çox sürətli emal edib, hə, yox kimi qərarlar verməkdir. Əhatə dairəsi və sürət tələb edir. Bu, çox spesifik bir roldur və onu, məsələn, proqramçının işi ilə müqayisə etmək doğru deyil. Aydındır. Deməli, iqtisadi arqumentlər çox güclüdür. Amma materialı oxuduqca hiss etdim ki, Newport üçün məsələ təkcə məhsuldarlıq deyil. Sanki dərin iş daha fundamental bir ehtiyacı, məna axtarışını da qarşılayır. Bəli, bu kitabın ikinci, bəlkə də daha vacib hissəsidir. Dərin işin həyatımıza qatdığı məna. Və burada dəmirçi Rick Furrerin hekayəsi çox təsirlidir. O, qədim üsullarla Viking qılıncları hazırlayır. Bəli. Və bu sadəcə dəmir döymək deyil, bu, fərqli metal təbəqələrini birləşdirmək, onları minlərlə dəfə qatlamaq kimi inanılmaz bir dərin fokus tələb edən bir prosesdir. Bir səhv bütün işi məhv edə bilər və o, bu çətin prosesdə bir məna tapır. Hətta bir sözü var, mənim qılınca ehtiyacım yoxdur, amma onları hazırlamalıyam.
Ax bu cümlə hər şeyi deyir. Yaxşı, bəs bizim kimi gününü kompüter qarşısında keçirən bilik işçiləri bu hissi, bu mənanı necə əldə edə bilər? Gözəl sualdır. Newport bunun üçün 3 fərqi, amma bir-birini tamamlayan arqument gətirir. Nevroloji, psixoloji və fəlsəfi. Gəlin nevrologiyadan başlayaq. Elm yazarı Winifred Gallacherin bir sözü var. Sizin həyatınız diqqətinizi nəyə yönəltdiyinizin cəmidir. Bu çox dərin bir fikirdir. Yəni beynimiz reallığı diqqət yetirdiyi şeylər əsasında qurur. Bəli, əgər gününüzün böyük hissəsini dərin və mənalı bir işə sərf etsəniz, beyniniz sizin iş həyatınızı zəngin, mənalı və vacib bir dünya kimi qavrayacaq. Əksinə, əgər gününüz daimi olaraq e-poçt qutusundakı kiçik, stresli məsələlərlə keçərsə, Onda sizin iş həyatınız reallığı da məhz bu kiçik və stresli dünyaya çevriləcək. bu həqiqətən biraz qorxuducu perspektivdir. Bu bizi ikinci arqumentə psixoloji tərəfə gətirir, deyilmi? Bəli, Hamımızda tanış olan o axın vəziyyəti. Bir işə o qədər dalırsan ki, zamanın necə keçdiyini bilmirsən və işin sonunda yorğunluq yox, əksinə bir enerji hiss edirsən. dəqiq olaraq. Psixoloq Mixay Csikszentmihalyi'nin məşhur axın, yəni flow nəzəriyyəsi. Bəli, Araşdırmalar göstərir ki, insanlar asudə vaxtlarında, məsələn, televizora baxarkən deyil, məhz işdə, bu cür axın vəziyyətlərində daha xoşbəxt olurlar. Dərin iş isə təbiəti etibarilə axın vəziyyətinə çatmaq üçün ideal bir fəaliyyətdir. deməli, nevrologiyamız reallığımızı diqqətimizə görə qurur. Psixologiyamız isə dərin fokus zamanı bizi daha xoşbəxt edir. Bəs üçüncü, fəlsəfi arqument nədir? Fəlsəfi arqument sənətkarlıq anlayışına əsaslanır. Filosoflar Dreyfus və Kelly iddia edirlər ki, modern dövrdə məna axtarışının ən etibarlı yollarından biri sənətkarlıqdır. Yəni, bir sənətkar istər dülgər olsun, istər dəmirçi, işlədiyi materialda artıq mövcud olan bir dəyəri üzə çıxarmağa çalışır. Bəli, o, öz egosunu kənara qoyub, özündən daha böyük bir şeyə xidmət edir. Və bu, təkcə taxta yonmaqla məhdudlaşmır. Yəni, məsələ hansı işi görməyin deyil, o işə necə yanaşmağındır. Tamamilə. Yüksək bacarıq tələb edən istənilən bilik işi, proqramlaşdırma, yazıçılıq, konsaltinq bir sənətkarlıq növü ola bilər. Siz sadəcə tapşırığı icra etmirsiniz. Siz öz sahənizin prinsiplərinə uyğun, zərif, səmərəli bir şey yaratmağa çalışırsınız. Dərin iş məhz bu sənətkarlıq yanaşmasını tətbiq etməyin yoludur. Bəli. Və bu, işinizə tamamilə fərqli bir məna qatır. Siz artıq sadəcə maaş üçün işləyən bir icraçı deyilsiniz, siz öz sahənizdə dəyər yaradan bir sənətkarsınız. Beləliklə, bütün bu parçaları birləşdirəndə aydın olur ki, dərin iş sadəcə bir life hack deyil. Heç də yox. Bu həm də diqqət dağınıqlığının, səthiliyin hökm sürdüyü bir dünyada daha mənalı, daha zəngin bir peşəkar həyat yaşamağın yoludur. Sanki Newportun zarafatla dediyi kimi, Homo sapiens depens isə, yəni dərinlikdə çiçəklənən insana təkamül etməliyik. Məhz belə. Bugünkü müzakirəmizin sonunda sizin üçün bir düşüncə toxumu buraxmaq istərdik. Newport deyir ki, dərin iş 21-ci əsrin super gücüdür. Və bu bacarığa bir peşəkar atletin öz fiziki hazırlığına yanaşdığı ciddiyyətlə yanaşmaq lazımdır. Bəli, onlar hər gün məşq edir, qidalanmalarına diqqət edir, istirahətlərini planlayırlar. Əgər siz də öz fokuslanma bacarığınıza məhz bu cür ciddiyyətlə yanaşsaydınız, sabah gündəlik iş rejiminizdə edəcəyiniz ilk, bəlkə də çox kiçik bir dəyişiklik nə olardı?